Salam dostlar. Məhlul məsələsi ilə bağlı situasiya suallarından bir məsələnin həllinə baxaq. Deməli, verilib 30% spirt məhlulu qırmızı rəngli, 40% spirt məhlulu isə mavi rəngli, hər biri tam dolu olan 5 litr həcmə malik bidonlara doldurulmuşdur. Bu bidonlardakı məhlulların hamısını qarışdırdıqda 36%li 200 litr spirt məhlulu alındı. Deməli, 30%li spirt məhlulunu, yəni qırmızı rəngli spirt məhlulunu X ilə işarə edək. 40%li spirt məhlulunu, yəni mavi rəngli məhlul isə Y ilə işarə etsək. Bunların ümumi çəkisi, yəni bir-birinə qarışdırıldıqda isə 200 litr məhlul olmuyor. Bu bərabərdir 200. Deməli, birinci məhlulun spirtlik faizi 30%dir. Yəni, X-in 30%-ni tapsaq, X vurulsun 30 bölü 100. Bu edir 0,3X. Və yazırıq 0,3X. Üstə gəl. Digər spirtin miqdarı isə 0,4 Y olar. Bu isə bərabər olacaq 200-ün 36%-nə. Çünki qarışdırdıqda 200 litr 36%li spirt məhlulu alınır. 200-ün də 36%-i isə 200 vurulsun 36 bölü 100. Dan sıfırlar ixtisar gedər. 72 alar. Deməli, bu spirtin miqdarı, məhlulda olan spirtlərin miqdarları cəmi 72-yə bərabər olacaq. Birinci tənliyi -3-ə vuraq. -3X çıxılsın 3Y bərabərdir -600 alınar. İkinci tənliyi isə 10-a vurarıq. Onda alarıq 3X üstə gəl 4Y bərabərdir 720. Buradan 3X-lar islah olunar, tərəf-tərəfə toplasaq. İkinci tənlikdə 4Y alınmışdır. Tərəf-tərəfə toplasaq, alarıq ki, Y bərabərdir. 720-dən də 600 çıxsaq, 120 alar. Deməli, 30%li məhlul 200-dən 120 çıxsaq, 80 litr olacaq. 40%li məhlul isə Y ilə işarə etmişdik, 120 litr olar. Bizdə 29-cu sualda soruşulur ki, qırmızı və mavi bidonların sayını tapın. Deməli, hər bir məhlul 5 litrlik bidonlara doldurulmuşdur. Onun üçün 30%li məhlul 80 litr olduğu üçün 80-i bölərik 5-ə. 16. Deməli, qırmızı rəngli bidonların sayı 16 olacaq. Mavi rənglərin sayı isə 120-ni 5-ə bölərik. 24 edər. İndi isə 30-cu suala keçək. 30-da soruşulur ki, qarışdırılmamışdan əvvəl təsadüfən seçilmiş 2 bidondan birinin 30%li, digərinin isə 40%li məhlulun olması hadisəsinin ehtimalını tapın. Deməli, 40 bidon var. Yazırıq, onda P ehtimal bərabərdir. Məxrəcdə yeni yazırıq. Kombinizon 40 bidondan 2 bidon seçirik, yəni kombinizon 40-dan 2-yə. Bu, ümumi halların sayıdır. Əlverişli halların sayı isə kombinizon. Deməli, birini 30%-lidən seçirik, yəni 16-dan 1-ə. Digərini isə 40%-lidən seçdiyimiz üçün olacaq 24-dən 1-ə. Bərabərdir. Sürətdə alarıq 16 vurulsun 24. Məxrəcdə isə kombinizon 40-dan 2-yə edir.
Kombinizon 40-dan 2-ni aşağıda hesablasaq, 40-dan 2-yə bərabərdir. 40 faktorial bölünsün. 40-dan 2 çıxanda 38 faktorial vurulsun 2 faktorial və bərabər edir. 40 vurulsun 39 vur 38 faktorial. Məxrəcdə də 38 faktorial var, vurulsun 2 faktorialda 2. 38 faktoriallar ixtisar gedər, 40-la 2 gedər, 20 qalar. Deməli, burada məxrəcdə alacaq ki, 20 vur 39. Bu da bərabərdir. Deməli, 20 ilə 16 gedər, sürətdə 4 qalar, məxrəcdə burada 5 qalar. 39 ilə isə 24 gedər 3-ə, yuxarıda 8 qalar, aşağıda 13 qalar. Deməli, onda biz bərabər alacaq. Məxrəcdə qalacaq 5 vur 13, 65. Sürətdə isə 4, 8-in 32 qalar. Deməli, ehtimalı 65-də 32 aldıq.